Danışacağımız mövzu Azərbaycan Respublikasının fiziki coğrafi vilayətləri olacaq. Belə ki, ölkə ərazisi iqlim, relyef, geoloji quruluş və təbii landşaftların oxşarlığına görə qruplaşdırılır. Bu fiziki coğrafi rayonlaşdırma adlanır. Rayonlaşdırma zamanı bu vahidlərdən istifadə olunur: ölkə, vilayət, yarım vilayət və rayon. Bunlardan ən böyüsü ölkədir ki, Azərbaycan iki fiziki coğrafi ölkəyə, Qafqaz və Ön Asiya ölkələrinə aid edilir. Və bu ölkələr 5 fiziki coğrafi vilayətə ayrılır. Böyük Qafqaz, Kiçik Qafqaz, Kür və Lənkəran Qafqaz ölkəsinə, Orta Araz isə Ön Asiya ölkəsinə aiddir. Orta Araz və Lənkəran yarım vilayətə bölünmür. Geri qalanlar, yəni Böyük Qafqaz, Kiçik Qafqaz, Kür isə yarım vilayətlərə bölünür. Bunlar 19 fiziki coğrafi rayonlara bölünür. Böyük Qafqaz vilayəti Azərbaycanın şimal-şərq hissəsini əhatə edir. Xəzər sahillərindən, yəni -27 metrdən başlayaraq Bazardüzü zirvəsinə qədər 4466 metrə qədər uzanır. Əsas böyük bir hissəsini isə Baş Qafqaz silsiləsi əhatə edir. Vilayət dağlığında düzənliklərdən yüksək dağlığa doğru bütün landşaft tipləri yayılmışdır. Yəni yarımsəhra və quruçöl iqlimi və dağ tundra iqlimi yayılıb. Buna görə də bütün landşaft tipləri bu ərazidə yayılmışdır. Orta illik temperatur 14-0 dərəcə arasında, yağıntılar isə 100-1600 mm arasında dəyişilir. Bu ərazi respublikamızın ən böyük zəlzələ 8-9 ballıq zəlzələ zonasına malikdir. Palçıq vulkanlarının böyük bir hissəsi bu ərazidə yerləşir və əsasən Kaynazoy dövrünün suxurları düzənliklərdə, orta dağlıq, yüksək dağlıq ərazilərdə isə Mezozoyun Yura və Tabaşir dövrünün suxurları bu ərazidə yayılmışdır. Böyük Qafqaz sıx çay şəbəkəsinə malikdir və çaylar əsasən Böyük Qafqaz, Baş Qafqaz silsiləsindən, Baş Sarıcı silsiləsindən başlanğıcını götürür, ya Kür çayına, ya da Xəzər dənizinə birbaşa tökülür. Dağlıq ərazilərdə şirin, düzənlik ərazilərdə isə şorsulu göllər yayılmışdır. Landşafta uyğun olaraq boz, bozqonur, dağ çəmən, düzən çəmən torpaqları, qəhvəyi, qonurdağ meşə, qara, şabalıdı və s. kimi bütün torpaq tiplərinə bu ərazidə rast gəlinir. Respublikamızın təbii şərait ehtiyatları baxımından bu ərazi münbitdir və Xəzər eyni zamanda turizm baxımından səmərəlidir. Belə ki, Xəzər sahilindən Nabrandan Abşerona qədər qumların olması, Xəzərin sahilində yerləşməsi, çimərliklərin yerləşməsi, Abşeron, Nabran, Qəbələ, Şəkil-Zaqatala kimi iri turist bazaları, həmçinin qalaltı, şıx, mineral sularını əhəmiyyətli müalicə suları turizm baxımından səmərəlidir. Böyük Qafqaz vilayəti 5 fiziki coğrafi rayona bölünür. Bunlardan birincisi Samur dəvəti adlanır. Belə ki, Samur dəvətinə, relyef formalarına, Samur dəvəti ovalığı şollar düzənliyi aiddir. Rusiya ilə sərhəddə yerləşir, Xəzər dənizinə çıxışı mövcuddur. Bu ərazidə yayılan çöküntülərə əsasən 4-cü dövrün Kaynazoyun allüvial, çünki çayların gətirdiyi çöküntülər əsasında formalaşıb və dəniz Xəzərin sahilində yerləşdiyi üçün dəniz çöküntüləridir. Faydalı qazıntılara isə Siyəzən rayonunda neft, təbii qazı və tikinti materiallarına rast gəlinir. Qışı mülayim keçən yarımsəhra quruçöl iqlim tipi yayılmışdır. Çaylar başlanğıcını Böyük Baş Sarıcı silsilədən götürür, yəni Qonaqkənd fiziki coğrafi rayonundan götürür və Samur dəvəsi fiziki coğrafi rayonunda tökülür. Samur, Qusar, Qudyal, Qaraçay, Vəlvələçay, Şabrançay, Girgirçay, Ataçay çaylarını göstərmək olar. Göllərindən isə Şabranda yerləşən Ağzibirçala görür. Landşaft tipi yarımsəhra landşaftıdır və eyni zamanda burada yeraltı suların, şirin yeraltı suların səthə çıxdığı şollar düzənliyində isə intrazonal landşaft, yəni düzən meşə landşaftı formalaşmışdır. Bu düzən meşə landşaftında allüvial çəmən torpaqlar, Xəzərin sahilində Ağzibirçala gölü ətrafında bataqlıq çəmən torpaqları, çünki burada bataqlıqlar formalaşmışdır. Geri qalan yarım səhra ərazisində isə boz, bozqonur, boz çəmən torpaqları yayılmışdır. Burada olan milli park isə Samur Yalama Milli Parkıdır ki, Xaçmaz rayonundadır. Almaniya Federativ Respublikasının Qafqaz təşəbbüsü əsasında 2012-ci ildə yaradılmışdır və düzən meşələri qorunur bu milli park ərazisində.
Digər fiziki coğrafi rayon isə Qonaqkənd fiziki coğrafi rayonudur. Rusiya ilə sərhəddə yerləşir, lakin Xəzər dənizinə çıxışı yoxdur. Belə ki, burada yayılan relyeflərə yan silsilə ən hündür hissəsi Şahdağ 4243 metrdir. Daha sonra Qusar maylı düzənliyi. Qusar maylı düzənliyinin bir hissəsi Qonaqkəndə, bir hissəsi isə Samur Dəvəçi fiziki coğrafi rayonuna düşür. Və çayların yaratdığı kanyonvari dərələr, Təngi dərəsi, xüsusilə Vəlvələ çayın dərəsində yaranıb. Təngi dərəsini göstərmək olar. Bu ərazidə yuxarı dağlıq hissədə Yura və orta dağlıqda isə Təbaşir, yəni Mezozoin Yura və Təbaşir dövrünün süxurları yayılmışdır. Qusar maylı düzənliyində isə Neogen dövrünün süxurlarına rast gəlinir. Faydalı qazıntılarına Qubada Çəhrayı mərmər, həmçinin Qubada yanarşist, burada xüsusilə mineral bulaqlar, Qubada Cimi, Xaltan xaşı və Şabranda qalaltı mineral bulaqları yayılmışdır. İqlim tipləri isə Qusar maylı düzənliyində yağıntıları bərabər paylanan mülayim isti iqlim, yan silsilədə qışı quraq keçən soyuq iqlim və yuxarı dağlıq hissələrində isə dağ tundra iqlimi yayılmışdır. Bu iqlim nəticəsində landşaft tipləri dağ çöl, dağ meşə, subaf və alp çəmənliyi, subnival və nival landşaftdır. Torpaq tiplərinə isə dağ çöllərində şabalıdır, dağ meşələrində qonur və qəhvəyi dağ meşə torpaqları, daha sonra dağ çəmən torpaqları alp və subaf çəmənliyində və subnival nivalda isə ibtidai torpaqlar yayılmışdır. Burada Samur, Qusar, Qudyal, Qaraçay, Vəlvələ, Girgirçay, Şabransay, Ataçay. Bu çayların mənbəyi Qonaqkənddə, mənsəbi isə Samur Dəvəçi fiziki coğrafi rayonunda yerləşir. Şahdağ Milli Parkı 3 fiziki coğrafi rayona düşür ki, bunlardan biri də Qonaqkənddir. Və Altıağac Milli Parkı, Xızıda yerləşən Altıağac Milli Parkı dağ meşə landşaftı qorunur ki, Qonaqkənddə yerləşir. Qusar yasaqlığı da bu ərazidə yerləşir. Zaqatala Lahıc fiziki coğrafi rayonu burada Rusiya və Gürcüstanla, yəni iki ölkəylə sərhəddə yerləşir. Respublikamızın ikinci ən yağıntılı yeri hesab olunur. 1000 metrəyə qədər yağıntı müşahidə olunur. Burada yayılan relyef formaları Baş Qafqaz silsiləsi, Niyal dağ silsiləsi, Respublikamızın ən hündür zirvəsi Bazardüzü hündürlüyü 4466 metr Zaqatala Lahıca düşür və eyni zamanda Tufan dağı da 4191 metrdən bu əraziyə düşür. Süxurları isə Mezozoin, Yura və Təbaşir süxurları yayılmışdır. Faydalı qazıntılarından burada filiz mənşəli faydalı qazıntı, yəni polimetal, Katexçay, Kastağ, Mazımçay və Filizçay yataqları Zaqatala və Balakən sərhədində yerləşir. Mineral sulardan isə Oğuzda Xalxal, Qaxda İlisu, Qəbələdə isə Bum mineral suları yayılmışdır. Həmçinin tikinti materialları da mövcuddur. İqlim tipləri isə aşağıdan başlayaraq yağıntıları bərabər paylanan mülayim isti iqlim, bol yağıntılı soyuq iqlim tipi və dağ tundra iqlimi. Landşaft tiplərindən dağ meşə, subaf və alp çəmənliyi, subnival və nival landşaftı yayılmışdır. Torpaqları isə qonur və qəhvəyi dağ meşə, dağ çəmən və ibtidai torpaqlardır. Bu ərazidən axan çaylara Gürcüstanla sərhəddə olan Mazımçay, daha sonra Balakən çay, Talaçay, Katexçay, Qaraçay, Şinçay, Kişçay, Kürmük çay, Əlican çay və Türyan çay aiddir. Göllərdən isə Qəbələdə yerləşən şirinsulu buzlaq mənşəli Tufan gölü aiddir. İlisu, Zaqatala, İsmayılı qoruqları, Qəbələ, Şəki, İsmayılı, Zaqatala yasaqlıqları və Şahdağ Milli Parkının bir hissəsi Zaqatala Lahıc fiziki coğrafi rayonuna düşür. Baş Qafqaz silsiləsinin Qafqaz dağlarının bizdə başlayan Tinovrosso zirvəsi 3374 metr hündürlüyü bu ərazidə yerləşir. Respublikamızın şimal ucqar nöqtəsi olan Quton dağ 3648 metr isə yenə Zaqatala Lahıca düşür. Tinovrosso Balakən rayonunda, Quton dağ isə Balakən və Zaqatala rayonları arasında yerləşir. Bazardüzü zirvəsi isə Qusar rayonu ərazisində yerləşir. Dağlıq Şirvan fiziki coğrafi rayonu heç bir xarici ölkə ilə sərhəddi yoxdur və Xəzər dənizinə də çıxışı yoxdur. Respublikamızın ən böyük seismiklik müşahidə olunduğu ərazidir. Belə ki, 8-9 bala qədər zəlzələ müşahidə olunur, xüsusilə də Şamaxı ərazisində. Baş Qafqaz silsiləsi, Ləngəbi silsiləsi burada yerləşir. Bu ərazinin ən hündür zirvəsi Dübrardır ki, 2205 metrdir.
Yayılan suxurlara Mezozoik Yura və Təbaşir dövrünün suxurları, həmçinin Böyük Qafqazın çünki cənub-şərq hissəsində Kaynozoyun həm Paleogen, həm də Neogen dövrünün suxurları var. Deməli, burada Mezozoik Yura və Təbaşir, Kaynozoyun isə Paleogen və Neogen suxurları yayılmışdır. Əsas tikinti materialları yanar şist, İsmailli və Qobustan ərazisində yanar şist mövcuddur. İsmaillidə Bədo mineral sulağı və bir də burada Qobustan ərazisində palça vulkanları mövcuddur. İqlimi isə qışı quraq keçən və yayı quraq keçən mülayim isti iqlim tipləri və qışı quraq keçən soyuq iqlim tipi yayılmışdır. Dağ çöl, dağ meşə, subalp, alp çəmənliyi yayılmışdır. Yəni nival və subnival bu ərazidə yoxdur. Çünki ən yuxarısı 2205 metrdən dübrardır. Ona görə də nival və subnival yayılmayıb. Torpaq tipləri isə dağ çöllərində şabalıdır. Daha sonra meşələrdə qonur və qəhvəyi dağ meşə, dağ çəmən torpaqlar yayılmışdır. Həmçinin dağ çöllərində qara torpaqlar Şamaxı və İsmailli zonasında yayılmışdır. İsmailli Pirqulu qoruqları, Şamaxdakı Pirqulu qoruğu ki, burada qara çöhrə qorunurdu, iynə yarpaqlı ağacdır. Və bir də Şahdağ Milli Parkı. Deməli, Şahdağ Milli Parkı Qonaqkənd, Zaqatala Lağıc və Dağlıq Şirvan ərazisinə düşür. 3 fiziki coğrafi rayon ərazisinə düşəcək. Buradan axan çaylar isə Göyç çay, Girdiman çay, Ağsu çayları mənbəyi bu ərazidədir. Həmçinin Abşeron Qobustana doğru axan Pirsaat, Sumqayıt çay kimi çayların mənbəyi yenə Dağlıq Şirvanda yerləşir. Abşeron Qobustan fiziki coğrafi rayonu Xəzər dənizinə çıxışı var, lakin xarici ölkə ilə sərhəddə yerləşmir. Bu ərazidə yerləşən relyef formalarına Qobustan alçaq dağlığı, Abşeron, Ələt tirəsi, Yaşma düzü Abşeron Qobustana düşəcək. Və arid denudasiyon relyef formaları, yəni Şırım, Yarğan, Qobu, Bedilintlər və s. burada yaranmışdır. Bu ərazidə palçıq vulkanlar yayılmışdır. Böyük Qafqaz vilayətində həm Dağlıq Şirvan, həm də Abşeron Qobustanda palçıq vulkanlar yayılmışdır. Suxurları isə Neogen və Paleogen dövrünün suxurları və bir də 4-cü dövrün suxurları yayılıb. Yəni Kaynozoik dövrünün əsasən suxurları yayılıb. Faydalı qazıntılarından xüsusilə neft və təbii qaz həm quruda, həm də suda. Bizim ən böyük neft və təbii qaz yataqlarımız elə bu ərazidədir. Hacıbəli və Hökməli yataqları kvars qumudur ki, Abşeronda yerləşir. Böyük Şorda yodlu bronlu su, Şıx və Suraxanı mineral suları və bir də elə Masazır qəsəbəsi Abşeron rayonunda Masazır gölündə duz mövcuddur. İqlimi isə yarım səhra, qışı mülayim keçən yarım səhra və quru çöl iqlimi yayılmışdır. Respublikamızın ən az yağıntı düşən ərazisi buradır ki, Böyük Qafqazın cənub-şərqində Qobustan ərazisində Puta məntəqəsi və ya Şubaniyada 50 mm-dən azdır yağıntının miqdarı. Landşaftı isə yarım səhra landşaftıdır. Yarım səhra və quru çöl landşaftı yayılıb. Lakin bu ərazi çox dəyişdirilib, yəni antropogen, texnogen landşaft yaradılmışdır. Burada arid denudasiyon ərazidə, yarım səhrada sadəcə əkinçilik, irriqasiya, suvarma ilə aparıla bilər və qış otlağı məqsədi ilə də istifadə olunur. Yayılan torpaq tiplərinə isə boz-boz qonur torpaqlardır, yəni yarım səhranın torpaqlarıdır. Dağlıq Şirvandan başlanğıcını götürən çaylar, bir saat Sumqayıt çayı, Ceyrankeşmə, Stal çayı kimi çaylar gəlib Abşeron Qobustan ərazisində tökülür ki, bunlar kör mənsəbli çaylardır. Bunlar yay aylarında quruyur, çünki qışda yağıntı düşür. Burada göllər Masazır, Binəqədi, Böyük Şor, Xocəsən kimi müxtəlif göllər tektonik mənşəli şor suludur. Ona görə də təsərrüfatda istifadə olunmur. Sadəcə Böyük Şordan yodlu bronlu su, Masazırdan isə duz çıxardılır. Palçıq vulkanlarının qorunduğu qoruq, daha sonra Qobustan qoruğu və Abşeron Milli Parkı, Suitinin qorunduğu Abşeron Milli Parkı bu Abşeron Qobustan fiziki coğrafi rayonuna düşür. Böyük Qafqaz vilayətində bütün iqlim tiplərinə rast gəlinir, lakin bütün iqlim yarım tiplərinə rast gəlinmir. Bu ərazidə yarım səhra, quru çöl, mülayim isti, soyuq və dağ tundra iqlim tiplərinin 4-ü də var, amma bütün yarım tiplərinə rast gəlinmir. Günəş radiasiyasının yüksək olduğu, aqroiqlim ehtiyatının az olduğu ərazilər isə dağlıq ərazilər götürəcəyi Qonaqkənd və Zaqatala Lağıc bu ərazi daha yoğundur. Zaqatala Lağıcda meyillik çox, yamacları dik və yuyulan suxurlar mövcuddur. Ona görə də bu ərazidə sel sürüşmə hadisəsi tez-tez baş verir. Çaylarda isə daşlı palçıqlı sellər daha çox müşahidə olunur. Şəki rayonu
2 tektonik zonaya, 3 fiziki coğrafi rayona düşəcək. Kür çökəkliyi vilayəti Böyük və Kiçik Qafqaz dağları arasında yerləşir. Ən hündür yeri Acınahor-Ceyrançöl ərazisindədir. Ən alçaq yeri isə Xəzər sahillərində -27 metrdir. Acınahor-Ceyrançöldə ən hündür yer 890 metrdən Çoban Dağ hesab olunur. Belə ki, bu ərazi relyefi də, tektonik quruluşu da çox sadədir. Əsasən düzənliklərdən ibarətdir. Kaynozoy dövrünün 4-cü dövr süxurları yayılıb, lakin Acınahor-Ceyrançöldə isə Neogen dövrünün süxurlarına rast gəlinir. Çayların gətirmə konsuları mövcuddur. Dəniz sahillərində isə dəniz çöküntüləri. Yayılan faydalı qazıntılar xüsusilə tikinti materiallarıdır. Palçıq vulkanlarından neft və təbii qaza da rast gəlinir. Həmçinin müalicə məqsədilə yanmayan neft də bu ərazidədir. İqlim tipi yarımsəhra və quru çöl iqlim tipidir. Qanıq Əyriçayda isə qışı quraq keçən mülayim isti iqlim tipi yayılıb. Vilayətin ən çox yağıntısı Qanıq Əyriçaya düşür ki, 1000 mm qədərdir. Orta temperatur 14-5, yağıntıların miqdarı isə 200-400 mm. Buxarlanma qabiliyyəti 1200 mm-dir, çünki isti ərazidir. Rütubətlik əmsalı da 1-dən aşağı 0,3, çünki yarımsəhradır. Vilayətin çay şəbəkəsi çox seyrəkdir. Burada çaylar formalaşmır. Yəni digər vilayətlərdə formalaşır və bu ərazidə gəlir, Kür Araz çaylarına tökülür. Minerallaşmış şorsulu quruntu suları mövcuddur ki, bu da şoranlıqların yaranmasına səbəb olur. Həmçinin bu ərazidə arteziyan mövcuddur və bundan da istifadə olunur. Ərazini suvarmaq məqsədi ilə, yəni kənd təsərrüfatı məqsədi ilə su anbarları və kanallar çəkilmişdir. Burada xüsusilə efemerli bitkilər, yəni quraqlığa davamlı 1 illik ot bitkiləri, yovşan, kəngiz, şoranotu və s. kimi bitkilər yarımsəhrada mövcuddur. Kür sahilində intrazonal landşaftlara rast gəlinir. İnsanlar tərəfindən mənimsənilir, xüsusilə Mərkəzi Aran, Qazax Qarabağ, Küdri Şirvan kimi ərazilər quru subtropik bitkiçilik, üzümçülük, tərəvəzçilik, bağçılıq, taxılçılıq və s. məqsədi ilə istifadə olunur. Hal-hazırda isə Tuqay meşələrinin sahəsi azalmışdır ki, bunun da səbəbi Mingəçevir su anbarının tikilməsi ilə bağlıdır. Kür çökəkliyi vilayəti 6 fiziki coğrafi rayona bölünür. Bunlardan biri Qanıq Əyriçay çökəkliyidir. Qanıq Əyriçay çökəkliyinə, yəni Qanıq Əyriçay fiziki coğrafi rayonuna elə Qanıq Əyriçay çökəkliyi aiddir. Gürcüstanla sərhəddə yerləşir. Çayların gətirmə konsuları mövcuddur. Əsasən 4-cü dövrün çöküntüləri yayılmışdır. Faydalı qazıntılar sadəcə tikinti materialıdır. İqlim tipi digər fiziki coğrafi rayonlardan fərqlənir. Çünki qışı quraq keçən mülayim isti iqlim formalaşıb. Buna görə də intrazonal landşaft, yəni çəmən meşə landşaftı formalaşıb ki, burada da alluvial çəmən meşə torpaqları yayılmışdır. Çaylar Zaqatala Lahıcdan başlanğıcını götürən çayların hamısı gəlir bu ərazidən keçir. Mazım çay, Balakən, Tala çay, Katex çay, daha sonra Kiş çay, Şin çay, Kürmük çay və s. kimi çaylar. Əlavə olaraq Əyriçayı da göstərmək olar ki, Şəki ərazisindən keçən Əyriçay və Qanıq çayı burada yerləşir. Qanıq çayının mənsəbi yox, lakin Gürcüstandan gəlib keçdiyi ərazi Qanıq Əyriçay fiziki coğrafi rayonunda yerləşir və Şəkidə olan Əyriçay üzərində Əyriçay su anbarı da yenə bu ərazidədir. Daha sonra digər fiziki coğrafi rayon isə Acınahor-Ceyrançöl fiziki coğrafi rayonudur ki, burada mövcud olan relyeflərə Ceyrançöl düzü, Acınahor alçaq dağlığı ki, Acınahor Daşüz və Xocaşen silsilələri arasında yerləşir. Və buradan Ceyrançöldə Palantökən silsiləsi, Ceyrançölün ən hündür yeri Çoban Dağ 890 metrdən, bir də bir hissənin Qara Məryəm tirəsinin bir hissəsi bura düşür ki, İsmayıllı rayon ərazisindədir, Göyçayada düşür. Qara Məryəm tirəsinin bir hissəsi burada, bir hissəsi isə Şirvan ərazisindədir, Küdri Şirvan ərazisindədir. Yayılan çöküntülər isə digər fiziki coğrafi rayonlardan fərqlənir. Neogen dövrünün çöküntülərinə rast gəlinir. Burada Abşeron, Qobustan kimi qış otlağı məqsədi ilə istifadə olunur. Faydalı qazıntılardan Ceyrançöldə neft yatağıdır ki, perspektivli neft yatağıdır. Yəni hal-hazırda istifadə olunmur, gələcəkdə istifadə olunur. Perspektivli yataqların çoxu ya çox dərində yerləşir
və istifadə üçün səmərəli deyil, ya da ehtiyatı az olur. İqlim tipi isə qışı mülayim keçən yarımsəhra quru çöl iqlimi tipi yayılmışdır. Ona görə də yarımsəhra, dağ çölləri və arid meşələr mövcuddur. Torpaq tipi isə açıq şəbalıdı torpaqlardır. Qanıq çayı və Qabır çaylarının mənsəbi bu ərazidə yerləşir. Eyni zamanda buradan Kür çayı keçir. Daha sonra Türyan çay, Göy çay kimi çaylar da bu ərazidən gəlir. Acnohur gölü Şəkər-Qax sərhədində yerləşən tektonik mənşəli şorsulu göldür və Ağstafada yerləşən Candar göl, Ağstafadakı Candar göl şirin sulu axmaz, yəni çay-dərə mənşəlidir və Gürcüstanla sərhəddə yerləşir. Acnohur Ceyran çöl fiziki coğrafi rayonu isə Gürcüstanla sərhəddə yerləşir. Samux rayonunda Eldar şamının qorunduğu elə Eldar şamı qoruğu, Qarayazı düzənliyində Ağstafa ərazisində Qarayazı qoruğu, burada Tuqay meşələri qorunur və bir də Türyan çayı qoruğu ki, arid meşələr bu ərazidə ardıc, saqqız ağacı qorunur. Acnohur Ceyrançöl fiziki coğrafi rayonuna düşür. Küdrü Şirvan, Küdrü Şirvana Şirvan düzənliyinin böyük bir hissəsi, yəni yuxarı nisbətən hündür hissəsi aiddir. Əsasən çayların gətirmə qonusları mövcuddur, yəni alluvial düzənlikdir. 4-cü dövrün və neogen dövrünün çöküntüləri yayılıb, tikinti materialları ilə zəngindir. Qışı mülayim keçən yarımsəhra quru çöl iqlim tipi yayılmışdı. Ona görə də qışı yarımsəhra və quru çöl landşaftı formalaşmışdı. Boz, bozqonur, boz səmən, şoran və şörakət torpaqları yayılmışdır. Bu ərazidə yuxarı Şirvan kanalı keçir ki, respublikamızda ən çox ərazi suvaran kanal elə yuxarı Şirvan kanalıdır. Türyan çay, Əlican çay, Göy çay, Girdiman çay, Ağsud çay kimi çaylar bu ərazidən keçir. Yəni öz başlanğıcını Böyük Qafqazdan götürən çaylar, məsələn, Dağlıq Şirvandan Göy çay, Girdiman çay, Ağsud çay kimi Dağlıq Şirvandan başlanğıcını götürən çaylar və Türyan çayı, Zaqatala Lağıcdan başlanğıcını götürən çaylar Küdrü Şirvan ərazisindən keçir. Daha sonra Qazax Qarabağ fiziki coğrafi rayonu Gəncə Qazax Qarabağ düzənliyini Tovuzda yerləşən Xunan və ya Hun tayfalarının yaşadığı ərazidir. Bu düzənlikləri əhatə eləyir. Mərkəzi Qazax Qarabağ həm Gürcüstan, həm də Ermənistanla, yəni iki ölkə ilə sərhəddə, Zaqatala, Lahıc kimi iki ölkə ilə sərhəddə yerləşir. Burada çayların gətirmə konusları mövcuddur. 4-cü dövrün suxurları ilə zəngindir. Tikinti materialları yayılıb. Bir də respublikamızda müalicə məqsədi ilə istifadə olunan yanmayan Goranboyda yerləşən naftalan nefti bu ərazidə yerləşir. Qışı mülayim keçən yarımsəhra quru çöl iqlim tipi yayılmışdır. Yarımsəhra və quru çöl landşaftı açıq şabalıdır. Boz, bozqonur, boz səmən və şoran torpaqları yayılmışdır. Yuxarı Qarabağ kanalının bir hissəsi buradan keçir. Mingəçevir su anbarının isə bir hissəsi. Çünki Mingəçevir su anbarı Ceyrançöl Acnohura, Qazax Qarabağa, bir hissəsi isə mərkəzi Aran ərazisinə düşür. Yəni fiziki coğrafi rayonlara düşür. Qarayazı qoruğu isə həm Qazax Qarabağ, həm də Ceyrançöl Acnohur fiziki coğrafi rayonunda yerləşir. Yəni iki fiziki coğrafi rayonuna düşür. Kor çay qoruğu Bozdağ silsiləsinin qorunduğu, yəni o zaman Bozdağ silsiləsi də elə Qazax Qarabağa düşür. Kor çay qoruğu da bu ərazidə yerləşir. Digər bir fiziki coğrafi rayon Arazboyudur. Arazboyu İranla sərhəddə yerləşir. Gəyən, incə, hərami düzənlikləri əhatə eləyir ki, hərami düzənliyi Füzulidə yerləşir. Burada 4-cü dövrün çöküntüləri yayılıb, tikinti materialları ilə zəngindir. Qışı mülayim keçən yarımsəhra quru çöl iqlim tipi yayılıb. Ona görə də yarımsəhra və quru çöl landşaftı açıq şabalıdır və boz qəhvəyi torpaqlar yayılmışdır. Mil Muğan su qovşağı Füzulidə yerləşən. Daha sonra buradan Mil Muğan su qovşağından başlanğıcını götürən Baş Mil kanalı, Xudafərin və Qız qalası su anbarları Zəngilan və Cəbrayılda bu ərazidə yerləşir. Axan çaylar isə Kiçik Qafqazdan başlanğıcını götürən Köndələn çay, Həkəri, Oxçu çay və Bəsit çayın mənsəbi bu ərazidə yerləşir.
Bəsit çay, Oxçu çay, Həkəri, Zəngilandan, Göndələn çay isə Füzuli rayonundan Araz çaya tökülür. Qazax Qarabağda isə yenə Kiçik Qafqazdan başlanğıcını götürən bütün çaylar, Ağstafa, Tovuz, Şəmkir, Zəyəm, Gəncə, Qoşqar, Tərtər çay, Xaçın çay, bunların hamısı Qarqar çay, Xaçın çay, bunların hamısı Kiçik Qafqazdan başlanğıcını götürüb, Qazax Qarabağda isə bu ərazidə gəlib tökülür. Və sonuncu Mərkəzi Aran fiziki coğrafi rayonu, Mil, Muğan, Cənub-Şərqi Şirvan, Salyan düzü, Qarabağ düzünün bir hissəsi, bir də Şirvan düzənliyinin cənubunu, Şirvan düzünün hündür hissəsi Küdrü Şirvana, alçaq hissəsi isə Mərkəzi Arana düşür. Yayılan çöküntülər 4-cü dövrün çay və dəniz çöküntüləridir. Həmçinin burada Cənub-Şərqi Şirvan düzənliyində xüsusilə palçıq vulkanlarına rast gəlinir. Deməli, palçıq vulkanı həm Böyük Qafqaz, həm də Kür vilayətində rast gəlinir. Palçıq vulkanlarına Mərkəzi Aran, Dağlıq Şirvan və Abşeron Qobustan fiziki coğrafi rayonlarında rast gəlinir. Yayılan faydalı qazıntılara tikinti materialları, neft yataqları ki, bu neft yataqları biri İmişlidə yerləşən Muradxanlı, Kürdəmirdə yerləşən Mollakənd yataqlarıdır ki, mezozoy yaşlı yataqlar hesab olunur. Salyanda Qaraçala yatağı neft yataqlarıdır. Yodlu bromlu sular Neftçala, Babazənən, Xıllı, Mişovdağ kimi yodlu bromlu sularda Mərkəzi Aranda yerləşir. Qışı mülayim keçən yarımsəhra quru çöl iqlim tipi yayılıb. Yarımsəhra və quru çöl landşaftı boz, bozqonur, bozsəmən, bataqlıq. Bataqlıq əsasən Mil düzənliyində Sarısu və Ağgölləri ətrafında, Ağgöl ətrafında. Daha sonra allüvial çəmən, çünki Kür ətrafında Tuqay meşələrdə allüvial çəmən intrazonal landşaft formalaşmışdır. Şoran və şorakət torpaqlar yayılmışdır. Bu ərazidə Ağgöl, Şirvan, Qızılağac qoruqları mövcuddur. Həmçinin bunlar həm qoruq, həm də milli parkdır. Yayılan, yerləşən göllərə isə Ağgöl, Sarısı gölü, Hacqabul, Mehman, Duzdağ gölləri aiddir ki, bunlar hamısı çay-dərə mənşəli, axmaz mənşəlidir, şorsuludur və Kürün axmazları hesab olunur. Əslində bu göllər əvvəllər şirinsulu idi, çünki Kürün axmazı olduğu üçün şirinsulu olmuşdur. Lakin daha sonralar Kürün səviyyəsi azaldıqca Kür bu gölləri qidalandıra bilmədiyi üçün şorsulu göllərə çevrilmişdir. Çaylarına isə Kür və Araz çaylarıdır. Digər çaylar, yəni Böyük Qafqaz, Kiçik Qafqazdan başlanğıcını götürən bütün çayların əksəriyyəti, məsələn Türyan çay, Xaçın çay, Qarqar çay, Tərtar çay kimi çaylar gəlib bu ərazidən tökülür. Su anbarlarından Mingəçevir su anbarının bir hissəsi, Yevlaxda yerləşən Varvara, daha sonra İmişlidəki Bəhramtəpə su anbarları, bunlardan başlanğıcını götürən bir sıra kanallar, məsələn Baş Muğan, Baş Şirvan kanalı, Baş Mil Qarabağ kanalı, kollektorları, yəni Baş Muğan, Baş Şirvan, Baş Mil Qarabağ kollektorları bu ərazidə yerləşir. Həmçinin İmişli rayonunda yerləşən Bəhramtəpədən başlanğıcını götürən Əzizbəyov kanalı və Muğan kanalları da yenə bu ərazidə yerləşir. Kür çökəklik vilayətinin 3 ölkəyə çıxışı mövcuddur. Bunlar İran, Gürcüstan və Ermənistandır. Xəzər dənizinə çıxışı var ki, Mərkəzi Aran Xəzər dənizinə çıxışı mövcuddur. Vilayət daxilində daimi çay formalaşmır və vilayət daxilində ən çox yağıntı da Qanıq Əyriçaya düşəcək. Burada gətirmə konusu yaranan fiziki coğrafi rayonlara Küdrü Şirvan, Qanıq Əyriçay, Qazax Qarabağı və eyni zamanda Araz boyunu göstərə bilərik. Türyan çay 5 fiziki coğrafi rayondan keçir ki, bunlardan birincisi Zaqatala Lahıt, daha sonra Qanıq Əyriçay, Acınahor Ceyran çöl, Küdrü Şirvan və Mərkəzi Arandır. Kiçik Qafqaz vilayəti 4 fiziki coğrafi rayona bölünür. Kiçik Qafqaz vilayəti ən hündür yeri Murov dağ silsiləsində yerləşən Camışdağdır, 3724 metrləndir. Ən alçaq yeri isə Araz sahilində, Zəngilan rayonunda 300 metrləndir. Murov dağ
enlik istiqamətində uzanır və vilayəti şimal-şərq, cənub-şərq hissələrinə ayırır. Murov dağdan şimal-qərbdə Şahdağ, cənub-qərbdə isə Şərqi Göyçə silsiləsi, cənubda Qarabağ silsiləsi yerləşir. Qarabağ silsiləsindən qərbdə isə Qarabağ vulkanik yaylası yerləşir ki, burada sönmüş vulkanlar mövcuddur. Kiçik Qafqazda əsasən Kaynozoyun 4-cü dövrün vulkanik və bir də Mezozoy dövrünün suxurları yayılıb. Böyük Qafqazda olduğu kimi bu ərazidə də fəal seismik zona mövcuddur. Bu da Gəncə fiziki coğrafi rayonuna düşür. Böyük Qafqaz əsasən çökmə mənşəli suxurlarla zəngin idi. Ona görə də çökmə mənşəli faydalı qazıntılar, yəni neft və təbii qaz kimi faydalı qazıntılar, yanar faydalı qazıntılarla zəngin idi. Lakin Kiçik Qafqaz isə maqmatik suxurlarla zəngin olduğu üçün filiz mənşəli faydalı qazıntılar mövcuddur. Amma demək olmaz ki, Böyük Qafqazda filiz mənşəli faydalı qazıntı yoxdur. Bir tək Zaqatala, Lahıcda, Zaqatala və Balakən sərhədində polimetal yatağı olduğu üçün az da olsa Böyük Qafqazda filiz mənşəli faydalı qazıntı var. Lakin zəngindir Kiçik Qafqaz vilayəti. Ərazidə həmçinin tikinti materialları və mineral sular da mövcuddur. İqlim havanın orta illik temperaturu 10-0 dərəcə arasında dəyişilir. Yağıntılar isə 400-1000 mm arasında dəyişir. Bu vilayət Kürdən fərqli olaraq çay şəbəkəsi sıxdır və çayları ya Kür çayına ya da Araz hövzəsinə aiddir. Vulkanik yayladan başlayan çaylar yeraltı sularla qidalanır. Digər çaylar isə əsasən qar və ya yağış suları ilə qidalanır. Xüsusilə bu ərazidə gölləri ilə məşhurdur ki, bu göllər Göygöl ətrafında dağ, meşə, digər Maral göl Murov dağda yerləşir həmçinin. Maral göldə, vulkanik yaylada yerləşən böyük və kiçik Alagöl, Qara göllərdə isə dağ çəmən landşaftı yayılmışdır. Ərazinin landşaftları nival və yarımsəhra istisna olmaqla geridə qalan digər landşaft növlərinə rast gəlinir və bunlara uyğun olaraq da torpaq tiplərinə rast gəlinir. Dağ çəmənləri, xüsusilə də Qarabağ vulkanik yaylası, yay otlağı və biçənək məqsədi ilə istifadə olunur. Fiziki coğrafi rayonlardan biri 4 fiziki coğrafi rayona bölünür ki, onlardan biri Gəncədir. Gəncə Ermənistanla sərhəddədir, seismik zonadır, 8-9 balıq zəlzələ zonasıdır. Burada yerləşən relyeflərə Şahdağ silsiləsinə ən hündür yeri Qocadağdır, 3316 metrləndir. Daha sonra Murov dağ, ən hündür yeri Camışdağ 3727 metrdir və bir də Gədəbəydə yerləşən bizim Ermənistanla sərhəddimizdə yerləşən Murğuz silsiləsidir. Belə ki, Şahdağ və Murğuz silsiləsi Ermənistanla sərhəddə yerləşir. Lakin Murov dağ silsiləsi isə Ermənistanla sərhəddə yerləşmir. Yayılan suxurlara isə Respublikamızın ən qədim suxurları olan Alt Paleozoy dövrünün suxurları Əsriksay və Zəyəmçayda Tovuz ərazisində buradadır. Həmçinin Şahdağ silsiləsində Paleogen dövrünün suxurlarına, digər ərazilərdə isə yuxarı dağlıqda Yura, orta dağlıqda isə Təbaşir dövrünün suxurlarına, yəni Mezozoy dövrünün suxurlarına rast gəlinir. Faydalı qazıntılarla zəngindir bu ərazi. Daşkəsəndə Ağ mərmər, Gədəbəydə Qızıl Qoşa yatağı, Mis yatağı Gədəbəydə Qaradağ yatağı, Göygöldə Gədəbəy ərazisində Əqiq, Dəmir filizi Daşkəsəndə Cənubi Daşkəsən, Hamançay və Dəmiroğlu yataqları, Daşkəsəndə Zəylik yatağı Alinit, Kükürd yataqları Göygöldə Çıraqdərə və Toğanalı, həmçinin Barıt yatağı Daşkəsəndə Çovdar, Goranboyda isə Başqışlaq, Goranboyda isə Gips Ağcakənd yatağı faydalı qazıntıları mövcuddur. İqlim tiplərinə qışı quraq keçən mülayim isti, qışı quraq keçən soyuq iqlim və dağ tundra iqlimi, dağ çöl, dağ meşə, dağ çəmən, subnival landşaftı yayılmışdır. Dağ çöllərində qara torpaqlara rast gəlinir və bu qara torpaqlar xüsusilə Gədəbəy ərazisində mövcuddur. Qonur qəhvəyi, dağ meşə torpaqları, dağ çəmən torpaqları və ibtidai subnivalda isə ibtidai torpaqlar yayılmışdır. Göygöl ərazisində Göygöl və 7 göllər ki, bunlar uçqun mənşəli göllərdir. Bu göllərin qorunduğu Göygöl qoruğu və eyni adlı Milli Park, Gədəbəydə isə Qızılca yasaqlığı mövcuddur. Ərazidən axan çaylar əsasən öz başlanğıcını buradan götürür. Ağstafa çay, Tovuz, Zəyəm, Şəmkir, Qoşqar, Gəncə, Kürək çay və sair kimi çaylar öz başlanğıcını Gəncə fiziki coğrafi rayonundan götürür.
və bu çaylar Qazax Qarabağ fiziki coğrafi rayonunda Kür çayına tökülür. Dağlıq Qarabağ fiziki coğrafi rayonu Qarabağın əsas relyef vadilərinə Qarabağ silsiləsində ən hündür yeri Böyük Kürs 2725 metrdir. Xocalı, Şuşa, əsasən Şuşa ərazisində yerləşir. Burada Xocalı, Umudlu, Tuğ, Qırmızı Bazar çökəklikləri, Şuşada yerləşən Daşaltı kanyonu və Şuşa yaylasını göstərmək olar. Suxurlara isə Mezozoyun, Yura və Təbaşir suxurları yayılmışdır. Faydalı qazıntılardan Mehmana yatağı Ağdərədə polimetal, mərmər yatağı Ağdamda gülablı və faydalı mineral sularında isə Şuşada yerləşən Turş su, Şırlan və İsa bulağı yataqlarıdır. Ərazinin iqliminə qışı quraq keçən mülayim isti, qışı quraq keçən soyuq iqlim tipi yayılıb. Həmçinin burada Kiçik Qafqazın cənub-şərqində həm qışı quraq keçən, həm də yay quraq keçən mülayim isti iqlim tipi formalaşmışdır. Böyük Qafqazın cənub-şərqi dağlıq Şirvanda olduğu kimi. Dağ çöl, dağ meşə, dağ çəmən landşaftı yayılmışdır. Burada Tərtər çay başlanğıcını buradan götürmür. Qarabağ vulkanik yaylasından götürür, lakin Qarabağ, Dağlıq Qarabağdan keçir. Xaçın, Qarqar, Köndələn çay isə başlanğıclarını bu ərazidən götürür. Çünki Qarabağ silsiləsindən başlayır. Və yasaqlıqlardan isə Şuşada Daşaltı yasaqlığını göstərmək olar ki, işğaldan azad olunmuş yasaqlıqlardandır. Vulkanik yayla Qarabağ vulkanik yaylasının əsas relyef vahidi elə vulkanik yayladır. Ən hündür yeri Dəlidağ 3616 metrə malikdir. Vulkanik yaylada Kaynazoy dövrünün vulkanik mənşəli 4-cü dövr vulkanik mənşəli suxurları yayılmışdır. Faydalı qazıntılardan Kəlbəcərdə xromit yatağı Göydərə, Laçında ipək, Kəlbəcərdə travertin istisu yatağı, Kəlbəcərdə perlit keçəl yatağı, daha sonra civə yataqları Kəlbəcərdə Ağ yataq, Şorbulaq, Levçay, Gilgəzlə Narzanlı isə Laçındadır. Kəlbəcərdə istisu mineral bulağı, Kəlbəcərdə əlavə tutqun mineral bulağı, Laçında isə Minkəni mineral bulağı yayılıb. Buranın iqlimi qışı quraq keçən soyuq və dağ tundra iqlimi yayılmışdır. Dağ çəmən və subnival landşaftı yayılmışdır. Çaylarından isə Tərtər çay başlanğıcını bu ərazidən Kəlbəcər rayonundan götürür. Qolları isə Tutqun və Ağdaban çayıdır. Həkəri öz başlanğıcını bu ərazidən götürür və Həkərinin qolları Xocasu, Şəlbə burada yerləşir. Çünki Laçın ərazisindədir. Gölləri isə böyük, Qarabağ vulkanik yaylasında yerləşən böyük, Kiçik Alagöl Kəlbəcərdə və Laçında yerləşən Qaragöldür. Qaragöl qoruğu isə Laçında həmin gölün qorunduğu qoruqdur ki və işğaldan da azad olunmuş bir qoruqdur. Daha sonra Həkəri fiziki coğrafi rayonu Kiçik Qafqazın dağətəyi Orta Dağlıq ərazisinə aid edir. Yazı yaylası Qubadlı rayonunda yerləşən Yazı yaylası isə burada yerləşir. Həm İranla, həm də Ermənistanla sərhəddə yerləşir. Belə ki, Kiçik Qafqazın 4 fiziki coğrafi rayonunun 4-ü də xarici ölkə ilə sərhəddə yerləşir. Gəncə, Dağlıq Qarabağ, Qarabağ vulkanik yaylası Ermənistanla, Həkəri isə həm Ermənistan, həm də İranla sərhəddə yerləşir. Burada Mezozoy dövrünün və eyni zamanda Kaynazoy dövrünün suxurları yayılmışdır. Zəngilanda Vejinəli yatağı, Qızıl yatağıdır və tikinti materialları yayılmışdır. Qışı mülayim keçən yarım səhra quru çöl iqlim tipi Araz çayının dərəsindədir bu iqlim tipi. Daha sonra qışı quraq keçən mülayim isti iqlim tipi yayılmışdır. Dağ çöl və dağ meşə landşaftı yayılıb. Həkəri, Bərgişad, Oxçu, Bəsit çay kimi çaylar bu ərazidən keçir, gəlir Araz boyu, yəni Kürdə Araz boyunda tökülür. Qoruqlarından Zəngilanda Bəsit çay qoruğu bu da işğaldan azad olunub və Zəngilanda yerləşən Araz boyu yasaqlığı yenə də bu yasaqlıq işğaldan azad olunmuş bir yasaqlıqdır. Kiçik Qafqaz vilayətində Həkəridə olduğu kimi yarım səhra və quru çöl iqlim tipi mövcuddur. Lakin yarım səhra landşaftı yoxdur bu ərazidə. Belə ki, Gəncə və Dağlıq Qarabağ fiziki coğrafi rayonu sərhəddində Murovdağ silsiləsi yerləşir. Vulkanik yayla ilə Dağlıq Qarabağ fiziki coğrafi rayonunun sərhəddində isə Qarabağ silsiləsi yerləşir.
Gəncə ilə vulkanik yayla fiziki coğrafi rayonu bir-biri ilə sərhəddə yerləşmir. Çünki arasında Dağlıq Qarabağ fiziki coğrafi rayonu yerləşir. Bu ərazinin Qarabağ fiziki coğrafi rayonu Kiçik Qafqazın bütün fiziki coğrafi rayonları ilə həmsərhəddir. Bunu Böyük Qafqazda isə Qonaqkəndə göstərmək olar. Qonaqkənd Böyük Qafqaz daxilində bütün fiziki coğrafi rayonlarla həmsərhəddir. Digər xəritədən müəyyən qədər səhv verilmişdi sərhəd hissəsində. Bu xəritədən də görə bilərik ki, Dağlıq Qarabağla Gəncə, yəni 14 və 12 rəqəmlərinin olduğu hissələrdən söhbət gedir. Daha doğrusu Qarabağ vulkanik yaylası 14, Qarabağ vulkanik yaylası və Gəncə 12 fiziki coğrafi rayonları bir-biri ilə sərhəddə yerləşmir. Arasında 13 rəqəmi ilə göstərilən Dağlıq Qarabağ fiziki coğrafi rayonu yerləşir. Çünki bəzi xəritələrdə müəyyən qədər sərhəddə səhvlər verilir, lakin bu xəritədə o səhv düzəldilib. Həmin xəritə əslində dərsliyin özündə də verilib. Söhbət bu xəritədən gedir. Bu xəritə dərsliyin özündə də verilib 10-cu sinif dərsliyində, lakin 2022, 2023 2 il arxa-arxaya MİQ imtahanında düşən suallara əsasən Dağlıq Qarabağ vulkanik yaylası ilə Gəncə fiziki coğrafi rayonu bir-biri ilə sərhəddə yerləşmir. Yəni dim bu formada götürür. Lənkəran vilayəti Azərbaycanın cənub-şərq hissəsində Xəzər sahili ilə Talış dağları arasında yerləşir. Bu vilayətin ən hündür hissəsi Kömürgöyдür ki, Talış silsiləsində yerləşir, 2493 metrdir. Əsasən Kaynozoy dövrünün suxurları ilə Kaynozoy dövrünün suxurları yayılmışdır. Lakin Talış dağlarında 3-cü dövrün, yəni Paleogenin vulkanik mənşəli suxurları da yayılmışdır. Faydalı qazıntıları demək olar ki, yoxdur. Sadəcə tikinti materialları və bir də mineral suları mövcuddur bu ərazidə. Lənkəran vilayətində subtropik rütubətli subtropik iqlim tipi hakimdir. Temperatur, orta temperatur 14 Selsi dərəcədir və respublikamızda ən çox yağıntı bu əraziyə düşür. Gəcran kəndi ərazisində müşahidə olunur. İllik yağıntı isə 400 və 1800 mm arasında dəyişir ki, yağıntının böyük bir hissəsi 80% ilin soyuq dövründə düşür ki, bu da iqlimlə bağlıdır. İsti dövrdə yağıntı az düşdüyü üçün əsasən çaylarda su azalır və yağıntı düşmədiyi üçün isti dövrdə suvarma məqsədi ilə çaylar istifadə olunur. Çay şəbəkəsi sıxdır. Çayların bir tək Bolqar çayı çıxmaq şərti ilə geri qalanları Xəzər dənizinə birbaşa tökülür. Yağış və yeraltı sularla qidalanır. Buzlaq və qar suları ilə qidalanmır. Çünki bu ərazidə Talış dağlarında hündürlük yüksək deyil. Ona görə də buzlaq və qar suları ilə qidalanmır. Lənkəran ovalığında isə yeraltı sular səthə yaxın yerləşir və bunun nəticəsində intrazonal landşaft yaranmışdır. Əsasən ovalıqdan dağətəyi hissələrdə isə sarı torpaqlar bu ərazidə yayılmışdır. Meşələrdə isə endemik və relikt bitkilər mövcuddur. Burada landşaft inversiyası, temperatur inversiyası və yağıntı inversiyası müşahidə olunur. Belə ki, Talış dağlarında hündürlüyə doğru qalxdıqca yağıntılar azalır. Qonur meşə, qəhvəyi dağ meşə torpaqları bir-birinin əksidir. Yəni aşağı hissədə dağların alçaq hissəsində qonur, yuxarı hissəsində isə qəhvəyi dağ meşə torpaqları yayılmışdır. Kiçik Qafqaz və Böyük Qafqazda isə bunun tam olaraq əksidir. Lənkəran vilayəti özü heç bir yarım vilayətə bölünmür, amma 2 fiziki coğrafi rayona bölünür. Bunlardan biri Lənkəran, digəri isə Talışdır. Və hər ikisi də İranla sərhəddə yerləşir. Talışın Xəzərə çıxışı yoxdur, lakin Lənkəranın Xəzərə çıxışı mövcuddur. Lənkəran fiziki coğrafi rayonunda Lənkəran ovalığı yerləşir. Kaynozoy dövrünün 4-cü dövr çökmə mənşəli, dəniz mənşəli suxurları ilə zəngindir. Gətirmə konusu mövcuddur. Tikinti materialları yaranmışdır. Yayı quraq keçən mülayim isti iqlim tipi və yağıntıları bərabər paylanan mülayim isti iqlim tipi yayılmışdır. Talış dağlarından başlanğıcını götürən Astara çay, Viləş, Təngərud, Lənkəran, Viləş çayları bu ərazidən Xəzər dənizinə tökülür. Düzən meşə landşaftı yayılmışdır. Burada qleyli, podzolu, sarı torpaqlar mövcuddur. Həmçinin Hirkan qoruğu, Milli Parkı və yasaqlığı bu əraziyə eyni zamanda bir hissəsi isə Talışa düşür. Talış fiziki coğrafi rayonu
Ən hündür yeri Kömürgöydə 2493 metr, Qızıyurdu da burada yerləşir ki, 2433 metrdir. Talış Peştəsər Brovar silsilələrindən və Brovardan ayrılan Dizdoni silsiləsindən ibarətdir. Peştəsər Brovar Dizdoni xarici ölkə ilə sərhəddə yerləşmir. Talış dağlarının özü, yəni Talış silsiləsi xarici ölkə ilə sərhəddə, İranla sərhəddə yerləşir. Burada Paleogen dövrünün, 3-cü dövrün vulkanik mənşəli sular yayılmışdır. Xüsusilə mineral sularla zəngindir. Bu ərazidə isti su, Qotur su, Ərkivan, Donuzütan, Masalı rayonunda, Aşağı Ağkörpü isti su Astara rayonunda, Meşə su və isti su isə Lənkəran rayonunda yayılmışdır. Yayı quraq keçən mülayim isti iqlim, yağıntıları bərabər paylanan mülayim isti iqlim tipi, həmçinin yuxarı dağlıq hissəsində yarımsəhra və quru çöl iqlimi, qışı soyuq keçən yarımsəhra və quru çöl iqlim tipi və bu iqlim tiplərinin nəticəsində dağ meşə, dağ kserofit və dağ çölləri yayılmışdır. Yuxarı dağlıq hissədə, yəni bu ərazidə subnival və nival landşafta rast gəlinmir. Aşağı hissəsində dağ meşə, yuxarı dağlıq hissələrində isə iqlimlə bağlı olaraq landşaftın inversiyası baş vermiş və dağ kserofit kolluqları yaranmışdır. Torpaq tipləri isə podzollu, sarı, qəhvəyi və qonur dağ meşə torpaqlarıdır. Hirkan Milli Park qoruq və yasaqlığının bir hissəsi bu əraziyə düşür. Liriklə yardımlı ərazisində isə Zuvand və Rıvarod yasaqlıqları yerləşir. Lənkəran fiziki coğrafi rayonunda vulkanik mənşəli püskürülmüş suxur yoxdur. Talış fiziki coğrafi rayonunda isə püskürülmüş suxurlara rast gəlinir. Çünki Paleogen dövrünün vulkanik mənşəli suxurları yayılıb bu ərazidə. Orta Araz, Naxçıvan vilayəti Qafqaz deyil, Ön Asiya ölkəsinə aid edilir. Yəni istisna Ön Asiya ölkəsinə aid olan Orta Araz vilayətidir. Lənkəran kimi heç bir yarım vilayətə bölünmür. Respublikamızın cənub-qərb hissəsində yerləşir. Araz sayı ilə Zəngəzur dağları, Zəngəzur və Dərəliyəz silsiləsi arasında yerləşir. Ən alçaq yeri 600 metr Araz sayında, ən hündür yeri isə 3904 metrdən Zəngəzur silsiləsində yerləşən Qapıcıq zirvəsidir ki, Ordubad rayonu ərazisinə düşür. Vilayətin geoloji quruluşu mürəkkəbdir. Orta Araz vilayətinin 60%-dən çoxu 1000 metrdən yüksəkdə yerləşir. Burada arid neodostan relyef formalarına rast gəlinir. Həm Kaynozoy dövrünün suxurları, həm də Paleogenin vulkanik mənşəli suxurları və Neogen dövrünün suxurlarına da rast gəlinir. Zəngəzur dağları isə fəal zəlzələ zonası hesab olunur. Filiz, qeyri-filiz tikinti materiallarında mövcuddur. Mineral suların müzeyi adlandırılır bu ərazi. İqlimi əsasən kontinentaldır. Ümumi günəş radiasiyasının və günəşli saatların miqdarının maksimum miqdarı bu ərazidədir. Ən aşağı, ən yüksək temperaturda bu ərazidə Culfa rayonu ərazisində müşahidə olunur. Yağıntının miqdarı 209 mm arasında dəyişir. İqlim kontinental olduğu üçün çay şəbəkəsi də nisbətən seyrəkdir. Əsasən qar, yağış və yeraltı sularından qidalanır. Palçıqlı sellər yaranmışdır. Çaylar suvarmada istifadə olunur. Göllərinə isə Batabat və Qanlıgöl, Şahbuz rayonu ərazisindəki uçqun mənşəli göllərdir. Ətrafında dağ çəmən landşaftı yayılmışdır. Kontinentallıqla bağlı olaraq meşə landşaftı demək olar ki, yoxdur. Sadəcə çay dərələrində talalar formasında yayılmışdır bu ərazidə. Yay otlağı və biçənəklər, dağ çəmənləri yay otlağı və biçənəklər kimi istifadə olunur. Orta Araz vilayəti özü 2 fiziki coğrafi rayondan ibarətdir. Şərir Ordubad, Cünüd Qapıcıq. Düzənli hissəsi Şərir Ordubad, dağlıq hissəsi isə Cünüd Qapıcıqdır. Belə ki, Şərir Ordubad fiziki coğrafi rayonu İran, Ermənistan və Türkiyə ilə, yəni 3 ölkə ilə yeganə sərhəddə olan fiziki coğrafi rayondur. Burada yerləşən düzənliklər Sədərək, Şərur, Böyükdüz, Naxçıvan, Gülüstan, Yaycı və Ordubad düzənlikləridir. Deməli, Şərir Ordubad fiziki coğrafi rayonu 2 tektonik zonada yerləşir. Sədərək, Şərur, Böyükdüz, Naxçıvan düzənlikləri, Araz çökməsi fiziki coğrafi rayonu, geridə qalan Gülüstan, Yaycı, Ordubad isə Kiçik Qafqaz tektonik zonasına daxildir. Burada 4-cü dövrün Paleogen və Neogen dövrünün suxurlarına rast gəlinir. Belə ki, yuxarıdakı düzənliklər, yəni Naxçıvan düzənliklərinə qədər olan hissələr əsasən Paleogen, Neogen
əsasən 4-cü dövr və Neogen dövrünün süxurlarıdır. Lakin Kiçik Qafqaz tektonik zonasına daxil olan Gülüstan yayıcı Ordubadda isə xüsusilə Paleogen dövrünün süxurları yayılmışdır və çayların gətirmə qonusuları bu ərazidə mövcuddur. Qışı soyuq keçən yarımsəhra quru çöl iqlim tipi yayılmışdır. Ona görə də yarımsəhra landşaftı boz çəmən, şoran, şorakət və alüvyal çəmən torpaqları mövcuddur bu ərazidə. Günüş Qapıcıqdan başlanğıcını götürən çaylar Naxçıvan çayı, Əlincə, Gilan, Ordubad çayı, həmçinin Arpa çay bu ərazidə mənsəbi bu ərazidə yerləşir və Araz çayına tökülür. Günüt Qapıcıq ən hündür yeri Zəngəzurda, Qapıcıq 3904 metrləndir. Dərələyəzdə isə Küküdağ 3120 metrləndir. Küküdağ Şahbuz rayonunda, Qapıcıq isə Ordubad rayonunda yerləşir. Burada ən qədim süxurlar, yəni Gəncə fiziki coğrafi rayonunda olduğu kimi Günüt Qapıcıqda da alt paleozoik dövrünün süxurları, həmçinin üst paleozoik dövrünün süxurlarına rast gəlinir. Dərələyəzdə Mezozoik Trias dövrünün süxurlarına, Neogen və Paleogen dövrünün süxurlarına rast gəlinir. Paleogen dövrünün süxurları əsasən Zəngəzurda, alt-üst paleozoik, Mezozoik Trias isə Zəngəzur Dərələyəz silsiləsində yayılmışdır. Yay quraq keçən soyuq və dağ tundra iqlim tipləri mövcuddur. Xatırladım ki, yay quraq keçən soyuq iqlim tipinin bir hissəsi Ordubad düzənliyi Gülüstan yayçı Ordubad düzənliyinə də düşür. Yəni Şərur Ordubad düzənliyinə də düşür. Şərur Ordubad fiziki coğrafi rayonuna da düşür. Dağ çöl, dağ çəmən, subnival və nival landşaftı yayılıb. Lakin bu nival landşaftı Dərələyəz silsiləsində yoxdur. Sadəcə Zəngəzur silsiləsində mövcuddur. Dağ meşə landşaftı isə bu ərazidə yoxdur. Həmçinin dağ kserofit landşaftı onun yerinə dağ kserofit landşaftı yayılmışdır. Açıq, tünd şabalıdır. Torpaqlar qəhvəyi, dağ meşə, hər nə qədər dağ meşə landşaftı olmasa da qəhvəyi dağ meşə torpaqları mövcuddur. Dağ çəmən, bozqır torpaqları və ibtidai torpaqlar. Nivalda isə ibtidai torpaqlar yayılmışdır. Zəngəzur Milli Parkı, Həsən Əliyev adına Zəngəzur Milli Parkı Şahbuz, Culfa və Ordubad ərazisindədir və Zəngəzur Milli Parkının tərkibinə daxil olan Şahbuz qoruğu elə Şahbuz rayonundadır. Yenə Günüt Qapıcıq fiziki coğrafi rayonuna düşür. Çaylar Arpa çayı, Naxçıvan çayı, Əlincə, Gilan çayı, Ordubad. Deməli bu çaylar həm Günüt Qapıcıq, həm də Şərur Ordubad düzənliyindən, Şərur Ordubad fiziki coğrafi rayonundan keçir. Arpa çayı yeraltı sularından qidalanır. Gilan çayı isə qar suları ilə qidalanır. Həm burada yayılan həm filiz, həm qeyri-filiz, həm də mineral sulardır. Belə ki, Gümüşlü yatağı Şərurda polimetaldır. Diyaqçay, Parağaçay Ordubadda molibdendir. Duz Babəkdə, Nehramda, Babək rayonunda Nehram və Duzdağ yataqları var ki, bunlar daş duz hesab olunur. Çünki Abşeron rayonundakı, Abşeron yarımadasındakı çökmə duz, lakin Naxçıvandakı isə daş duzdur. Daha sonra Traverten, Kəngərli rayonunda Şahdağdır. Həmçinin Şərur rayonunda qara mərmər mövcuddur. Mineral sularından isə Şahbuzda Badamlı, Babəkdə Sirabı Vayxır, Culfada isə Darı dağı göstərmək mümkündür. Şərur Ordubad fiziki coğrafi rayonunda maksimum minimum temperatur, illik, ona görə də illik temperatur amplitudasının ən yüksək olması və günəşli saatların maksimum miqdarı Şərur Ordubad fiziki coğrafi rayonunda yerləşir. Günəş radiasiyasının maksimum miqdarı isə Günüt Qapıcıq fiziki coğrafi rayonuna düşmüş olacaq. Çaylardan bəzilərini dedikdə, məsələn, Türyan çayı dedik ki, 5 fiziki coğrafi rayondan keçir, 2 vilayətdən keçir, Böyük Qafqaz və Kiçik Qafqazdan. Tərtər çayı özü 4 fiziki coğrafi rayondan keçir. Qarabağ vulkanik yaylası, Dağlıq Qarabağ, Qazax Qarabağ və Mərkəzi Aran. 4 fiziki coğrafi rayon və 2 vilayətdən keçir. Kiçik Qafqaz və Kür vilayətlərindən keçəcək. Xaçın çayı və Qarqar çayı özü 3 fiziki coğrafi rayondur. Dağlıq Qarabağ, Qazax Qarabağ, Mərkəzi Aran. 3 fiziki coğrafi rayon, amma 2 vilayət. Həkkəri çaya gəldikdə, Həkkəri çay, Qarabağ vulkanik yaylası, Həkkəri və Arazboyu 3 fiziki coğrafi rayon, amma 2 vilayətdən keçir. Araz çayının özü Naxçıvan ərazisində Şərur Ordubaddan götürür. Daha sonra burada Həkkəridən keçir, Arazboyudan keçir və sonda gəlir Mərkəzi Aranda tökülür. Deməli, bu Araz çayı 4 fiziki coğrafi rayondan keçdi,
Amma 3 vilayətdən, çünki Naxçıvan vilayəti, Kiçik Qafqaz və Kür vilayətindən keçir. Kür isə cəmi bir dənə təbii vilayətdir, o da Kür-Çökəkli vilayətindən keçir. Böyük Qafqazın şimal-şərq yamacının çayları Qonaqkənddən başlanğıcını götürür və Samur dəvəçdən tökülür. Deməli, 2 fiziki-coğrafi rayondan, amma bir təbii vilayət Böyük Qafqazdan keçir. Və burada, məsələn, Zəyəm çayı, Şəmkir çayı, Gəncə çayı, Kürək çayı və s. kimi çaylar isə Gəncədən başlanğıcını götürür, gəlir Qazax Qarabağdan tökülür. Burada artıq 2 fiziki-coğrafi rayonu olur. Təbii vilayət olaraqsa yenə 2 təbii vilayət, Kiçik Qafqaz və Kür təbii vilayətindən keçmiş olacaq. Gətirmə konusularının yarandığı fiziki-coğrafi rayonlara gəldikdə, məsələn, hansı? Samur dəvəçi, Küdrü Şirvan, Qanıq Əyriçay, Qazax Qarabağ, Şərur Ordubad və Lənkəranı göstərmək mümkündür. Bəzi rayonlarımız, məsələn, Qax, Şəki, Oğuz, Qəbələ, Ağstafa, Tovuz, Şəmkir 3 fiziki-coğrafi rayona düşür. Balakən, Zaqatala, Ağsu, Astara, Şərur, Ordubad isə 2 fiziki-coğrafi rayona düşür. Ağsu özü həm Şamaxı, həm də Küdrü Şirvan fiziki-coğrafi rayonuna düşür. Şəki isə bu ərazidə Şəki, Zaqatala, Lahıc, Qanıq Əyriçay və Acınahur Ceyrançöl 3 fiziki-coğrafi rayona 2 tektonik zona ərazisinə düşəcək. Həmçinin Balakən, Zaqatala özü Zaqatala, Lahıc və Qanıq Əyriçay ərazisinə düşür. Astara, Talışla Lənkəran fiziki-coğrafi rayonuna. Daha sonra Ağstafa, Astara 2 idi. Talışla Lənkəran idi. Şərur Ordubadı burada Şərur Ordubadla Günüt Qapıcıq fiziki-coğrafi rayonuna düşür. Şahbuz istisna Naxçıvanın geridə qalan bütün əraziləri 2 dənə fiziki-coğrafi rayona düşür. Şahbuz rayonu çünki yuxarı hissədə yerləşir. Ağstafa, Tovuz, Şəmkir isə Ağstafa, Tovuz, Şəmkir. Bunlar artıq Ceyrançöl, Acınahur, Qazax Qarabağ və Gəncə fiziki-coğrafi rayonlarına düşəcək. 3 fiziki-coğrafi rayon olsa da 2 təbii vilayət olur. Lənkəran çaylarının əksəriyyəti Talışdan başlayır, Lənkəran ovalığında tökülür. 1 vilayət və 2 fiziki-coğrafi rayon olur. Lakin burada Bolqar çayıdır ki, Bolqar çayı Cəlilabad və Biləsuvardan keçir, Mahmudçala gölünə tökülür. Və bu ərazidə ona görə də 3 fiziki-coğrafi rayona düşür. Çünki Talış, Lənkəran, bir də mərkəzi Arana düşəcək. 2 vilayətə Lənkəran, bir də Kür-Çökəkli vilayətinə düşəcək.